Herkese salam, kanalıma hoş gelmişsiniz. Yeni bir gün, yeni bir sayfa, yeni bir motivasiya. Bugün bir günümü sizlerle bölüşəcəm. Görək bugünkü sayfamda nələr yazılıb. Bugün rəfiqəmlə səhər yeməyi planlaşdırmışıq. Hər ikimiz uşaqla olacağıq. Danışdıq ki, Tarkovda görüşərik. Düzü məkanda seçməmişik, ana uyğun olaraq qərar verəcəyik. Evdən çıxmamış bu balaca xanımla geyim üstündə kiçik bir kriz yaşadıq. 2 yaş sindromu da artıq nədirsə bu aralar belə həssasdır. Öz istədiyi geyimləri geyinmək istəyir. Çox vaxt da havaya uyğun geyim seçmədiyi üçün istədiyini geyindirə bilmirəm. Nəticədə ağlayır, özünü yerə atır. Ümid eləyirəm ki, bu halda bir müddətlikdir və böyüdükcə keçib gedəcək. Marketdən mənə istədiklərini aldırandan sonra məndən barışıb və birlikdə dayanacağı yeriyirik. Nur körpə olanda onu hər yerə taksinə aparırdım. Yəni ictimai nəqliyyatdan istifadə etmirdim. Böyüdükcə amma görürəm ki, artıq istifadə eləmək olar. Avtobusda, metroda özünü yaxşı aparır. Avtobusa mindik, daha sonra metro ilə sahilə getdik. Sahildə rəfiqəmi gözləyirik burada. Rəfiqəmlə görüşdük, Malakan tərəfə yeridik. Seçimimiz isə Öz Süd restoranı oldu. Burada restorana giririk. 2 nəfərlik səhər yeməyi sifariş elədik. Mənə niyəsə bu set doyumlu gəlmədi. Bir dəfə Tarkovda bir məkanda səhər yeməyi yemişdik. Səhv etmirəmsə Şekspir idi. Çeşid o qədər bol idi ki, o qədər doymuşdum ki, axşama qədər aclıq hiss etməmişdim yəni. Burada bizim cücələr özləri üçün oynayırlar. Nur hardasa 15-20 dəqiqə ancaq pankekin üstünə şokolad yağı çəkib. Mehriban, Şirin, bəbələr. Burada Mehriban, Şirin, ana və bala. Daha sonra uşaqlar yerə düşdü, oynamaya başladılar. Məkanın işçiləri həqiqətən çox güləriz və mehriban idilər. Bir neçə dəqiqəlik uşaqlarla tək qaldım. Hərəsi bir tərəfə qaçırdı, hansını tutum bilmirdim. Allah həqiqətən də 2-3 uşaqlı analara səbir versin. Oğlan uşağı isə 2 qat bir çətinlikdir. Bugün onu da anladım. Daha aktiv olurlar qız uşaqlarına baxanda. Çıxanda isə bu şirin cücələrin şəkillərini çəkdik. Siz bir bunların əl-ələ tutmaqlarına baxın. Bu nə şirinlikdir axı. Nurun eynək taxmağına siz fikir verin. Əvvəlcə eynəyi açır, görür ki, tərsdir, düzünü çevirir, taxır. Sən niyə belə şirinsən? Daha sonra əlbəttə ki, bu kiçik park onların gözlərindən yayınmadı və özlərini tez atdılar bu parka. Bu parkın əvvəlki halını mən daha çox bəyənirdim. Çünki uşaqlar üçün daha çox atraksiyon var idi. Məsələn, sürüşkən var idi. Güya təmir elədilər, amma yeni halını heç də bəyənmirəm. Uşaqlar özlərinə əyləncə tapıblar. Biz anaların bu xəssiyyəti bütün gün uşaqlarımızın şəkillərini çəkirik. Nur artıq üsyanlardadır, düşmək istəyir. Burada isə Nur sizcə əlimi buraxıb hara qaçır? Təxmin edin. Təxmin edib yaza bilərsiniz rəylərdə. 11 qaçışına baxın. Çox önəmli bir yerə yetişir. Burada güya şəkil çəkdirirdik. Bizim xəbərimiz olmadan uşaqlara şarları verdilər. Artıq məcbur olub pulunu ödəməli olduq. Və şarlar görün nə gündədir. Nur şarla hətta yer süpürür sanki. Bütün Tarkovunu belə bu şəkildə gəzib. Uşaqlar xeyli oynadılar, yoruldular. Nurun bu şarın başına açmadığı oyun qalmadı. Hər yerə atdı onu. Daha sonra bu Tarkovda yerləşən atraksiyona getdik. Atlar, maşınlar var içində fırlanır. Sonra Arslan
Başqa atam inmək istəyirdi. Əvvəl maşında oturmuşdu. Atam inmək istəyirdi. Bu xanım da öz aləmindədir. Gəzir, fırlanır, qayığa minib. Bu şarları da özümüzə yük almışıq. Özləri oynamırlar. Başqa bir şey görən kimi atırlar bizim üstümüzə. Daha sonra Nur keçdi sükan arxasına. Maşın sürür. Biz də uşaqlarımızla birlikdə öz uşaqlığımıza qayıtdıq. Həqiqətən onunla əylənməyi o qədər çox sevirəm ki, burada biz analar, biz də onlarla birlikdə əylənirik. Əlimizdə şarlarımız, mahnımızı oxuyuruq. Yabancı yolcum yabancı yolcum gözlerim yollarım sesler kaybolmazsın yüreğim benim huzurlarsa yabancı yolcum. Siz bir arslanın şirin-şirin qaçışına baxın, şirin-şirin gəlişinə baxın. Gəlir Nurla oynamağa. Üzdə oturublar, ətrafa baxırlar, öz dünyaları var. Kaş həqiqətən uşaq olardıq. Necə şirinsiz axı siz. Burada artıq yuxular gəlir uşaqların. Yatmaq üçün üsyan eləyirlər və saniyələr içində yatıb qaldılar. Günün sonunda yorğun analar, qucaqlarında uşaqları yatıb. Arslanın yatışı, Nurun heç üzü görünmürdü, ona görə çəkmədim. Nur metrodan çıxanda oyandı. Yol alırıq evimizə doğru. Burada dayanacaqda belə şəkillər görüb, daydaydı deyir. Deyirəm, o kimdir, deyir daydaydı, dayısı. Nənəsi kimi Nur da dayısını evləndirməyə and içib, harda belə bir şəkil görsə, deyir daydaydı, dayday. Sonra avtobus gəldi. Gələndə də rahat oldu, amma gələndə öz-özünə danışırdı ancaq. Mama, mama, baba, öz dilində ancaq danışıb. Gəldik, çatdıq şəhərdə oynamaqlara doyamadı, doya bilmədi və gəldi məhəllədə də istədiyi qədər oynadı. Burada sürüşkəndən sürüşür, oynayır özü üçün. Parkımız düzdür pis günə qalıb, amma o özünü oynamağa bir şeylər tapır. Və daha sonra Nur bağça yoldaşı ilə qovuşdu. Birlikdə xeyli oynadılar. Nur gel Nur. Gel Nur. Nur gel. Hani bacı? Bacı hani? Evə qayıtdıq. Siz evdən çıxdığımız hal və evə qayıtdığımız hal arasındakı 5 fərqi tapın. Həqiqətən çökmüşəm. Gələn kimi o qədər yorğun idi ki, bu şirin qız yatdı. Və mən başladım ev işlərini görməyə. Evi sildim, süpürdüm, qabları yudum, qabları yerləşdirdim. Bu arada əgər bura qədər izləmişsinizsə, çox xahiş edirəm kanalıma abunə olun və videolarımı bəyənin. Günün sonunu isə meditasiya ilə yekunlaşdırıram.